Şəkidə hakimiyyətə gələn sülalə Oyrat sülaləsi idi. Bəs 14-cü əsrin ikinci yarısında Azərbaycana hansı yerli sülalə hakimiyyətə gəlib? Dərbəndilər. Neçənci ildə? 1382. 1382-ci ildə gəlmişdi. İlk nümayəndəsi kim idi? 1-ci İbrahim. Bəs yaxşı, Kəsranilərin son nümayəndəsi kim olubdu? Kimə qarşı üsyan baş verir? Huşəng idi. Bəs yaxşı, Huşəng hansı torpağı, hansı ərazini dövlətin tabiçiliyinə keçirdi? Hansı ərazini? Ərazi baxımından hansı ərazi idi? Muğan. Muğan ərazisi. Oxşardı? Hansı feodal dövlətində var? Birinci şeylərlə. Elə Şirvanşahlarla. Yox, Şirvanşahlarda. Rəvadilərlə oxşar xüsusiyyətdir Muğan torpaqlarının tabi edilməsi baxımından. Yaxşı, deməli, bir də Qopçu nə vergisi idi? Qopçu sənətkarlardan alınan vergi. Sənətkarlardan alınırdı Qopçur. Yaxşı fikirləş. Tacirlərdən alınırdı. Niyə tacirlər? Yox. Qopçu nə vergisidir Monqollardan? Köçəri maldarlardan alınırdı. Əvvəllər köçəri maldarlardan alınırdı. Sonra isə sonra can vergisinə çevrildi. Bəs yaxşı, sonra bu vergini kim ləğv elədi? Sonra kimlər? Aha, Qopçu vergisini sonra Monqollarda kim ləğv elədi? Qazanxan. Qazanxan ləğv elədi, bəli. Hansı islahatına görə idi? Hansı islahat? Yox, vergi deyil. Baxmayaraq ki, vergini ləğv eləyir. Dini islahat. Və can vergisi daxı. Dini islahatına görə o vergini ləğv etmiş oldu. Nurten, Qazanxanın təhkimçilik siyasəti. Azərbaycanda normalda biz keçmişik, təhkimçilik yoxdur. Amma Qazanxan belə bir islah keçirdi. Nə zaman? Təhkimçilik siyasəti. Aha, nə vaxt olubdu bu? Bu dini siyasət yerdən dəqiqdən mənə. Yox. Hamını sürədir. Əlaqəsi yoxdur. Deyin. 1303-də kəndliləri torpaqlarına təhkim eləmişdi. 1303 bəli, kəndlər torpağı təhkim etmişdi. Xüsusilə hansı torpağı təhkim eləmişdi kəndləri? İqta. İqta torpağına təhkim etmişdi. Bayrat nə torpağıdır Nurten? Bayrat nə torpağıdır? Deyim. Bayrat torpaqdan yox, sudan istifadəyə görə verilirdi. Dəqiq. İstifadəsiz torpaq. Elə bir torpaq var, sudan istifadəyə görə verilən torpaq var. Elə bir vergi var, məsələn, bəhrə vergisi, amma elə bir torpaq yoxdur axı. Altın gündən bu yana kitabı örtüb qoymuşsunuz sonra. Bu gün həlakələri də danışmalıydı. Nə fərqi var ki, keçdiyimiz mövzuda sual verirəm. Bu tərəfəm soxdur, təkrarladım. Sual verirəm də. Şey demirəm ki, mən təkrarlamışam. Hə, Nurten, nədir Bayrat? Salam müəllimə. Salam. Bayrat istifadəsiz qalmış torpaqlar deyil. Kim onu istifadəyə verdi sonra? Qazanxan. Qazanxan verdi. Bəs yaxşı, belə bir torpaq islahatı bir də olmuşdu. İstifadəsi, bundan qabaq keçmişik, istifadəsi qalmış torpaqları hərbiçilərə verməsi. Əşravandaydı. Xosrov və Əşravanda ortaq xüsusiyyət kimi biz deyəcəyik. Monqolların birinci yürüşü zamanı Şirvanşah hökmdar kim idi? 1222-də Fərbüz. Fərbüz deyil, Fərbüz sonra gəlir. Fərbüzün atası. Cüştasp idi, tamam. Bəs yaxşı, həmin dövrdə Monqolların birinci yürüşü zamanı, daha doğrusu birinci yürüş zamanı deməyək, Cüştaspın hakimiyyətinin sonlarına doğru Azərbaycan başqa kimin hücumuna məruz qaldı? Xarəzmşahları. Xarəzmşahlar. Həmin vaxtda Xarəzmşahlar deyə bilərik, Şirvanşahlar üzərinə yürüş eləmişdi. 25-də. 25-də yox, 27-də yapmışdı. 27-də etmişdi. Bəs yaxşı, Xarəzmşahlarla hansı nümayəndə idi? İttifaqa cəhd göstərdi, amma alınmadı. 1227-də hakimiyyətdə olan 25-43 3-cü Fərbüz. 3-cü Fərbüz ondan asılı qəbul elədi. Bəs yaxşı, cəhd göstərən kim idi? Alındıra bilməmişdi.
Onda Cüştas. Cüştas beydi. Bəs biz ilk dəfə hansı Şirvanşah hökmdarına demişdik ki, Xarəzmşahlarla münasibət qurmağa başlayıb? Hansı hökmdar? Aslan. Bəli, birinci Aslandaydı. Tamam. Bəs hansı hökmdar idi ki, Şirvanşahlardan Hülaki ordusunda belə xidmət göstərməli idi? Hülaki ordusunda Onun dövründən başlayaraq Şirvanşah qüvvələr deyir ki, İkinci Aslandaydı. İkinci Aslandaydı. Yaxşı, yadımıza salaq. Şirvanşahlar ilk dəfə şah tutumundan məhrum oldu. Nə zaman? O birinci Fərruzun hakimiyyəti. Neçənci ildə? 1775. Yox. 1075. 1075-də Dərbəndə tabe edir. Bəs ilk dəfə Şirvanşah tutumundan məhrum olması neçənci ilə düşür? Mən tutulmasının da 1167-də. Kömək edin. Ailəm burada bir-birinə. Bunun dövründə 1066. 1066-cı ildə. Bəs yaxşı, indi Şirvanşahlar... Aha. Kimlərdən nasıl vəziyyətə düşmüşdü? Səlcuqlardan. Səlcuqlardan. Bəs yaxşı, ikinci dəfə nə zaman şah tutumundan məhrum oldular? İkinci dəfə nə zaman? İkinci dəfə. Deyin görək. İkinci dəfə Şirvanşahların şah tutumundan məhrum olması. Yox. Dövr də deyə bilərsiniz. 14-cü əsrdə. Vur dedim, öldürdülər. Sübut elə, yaxşı. 14-cü əsr dedin. Sübut elə ki, həqiqətən 14-də olub. Nəyə əsaslanaraq dedin? Mən fikirləşdim ki, ola bilər, bəlkə Teymurun yürüşlərindən sonra belə bir şeylər olmuş ola bilər və mən diqqət yetirməmiş ola bilərəm. Ona əsasən. Mən orada 60 neçənci illər? Ağqoyunun Qaraqoyunun dövründə var. Nəyin 60 ola bilər Nazlı bu? O qədər 60 var, 60 var, 160 var, 260 var, hansı? Amma 60, yəni axır 2 rəqəmində 60 nə bilim məsələlər var. Nəyin 60-ı? Amma bilmirəm də. Mən burada Ağqoyunların dövründə var. 1960-da. Elə bir şey olub Ağqoyunlarda. Oxumusunuz Ağqoyunlardakı Şirvanşahlar Ağqoyunlardan asılı olub. Aslında düşmürə yazmaya. Elə bir şey var idi ki, Var idi. Səfəvilərlə bağlıdır. Nazlı, Hülakilərdən asılı vəziyyətdə olan zaman necə idi onların idarə etmə sistemi? Bir də məlumat ver mənə. Hülaki dövlətin tabiçiliyinə keçən zaman idarə etmə sistemi necə oldu onlarda? Şirvanşahlarda. Basıllıq necə bir asıllıq idi? Daxili cəhətdən, xarici cəhətdən asılı deyildilər. Yəni məsələn 75-də Dərbəndə asılı hala salmışdılar özünü. Tam asılı deyildilər. Nazlı, qayıt bu dünyaya Nazlı. 1075-də Hülakilər var idi. Yox idi. Fidan. Öz adlarına pul kəsdirmə. Aha, de görüm. De görüm. Öz adlarına da pul kəsdirdilər. Amma məsələn, əsasən Hülaki xanlarının adı altında. Cəlalilər dövlətinə vaxt yarandı? 1168. Yox. 68-də deyildi. Cəlallərin yaranması. Tez kömək eləyin. 1357. Cəlallər 1340-dan. 1357-də nə hadisəsi baş vermişdi? Torpaqlar Nə torpaq? Hülakilər süqut elədi. Hülakilər süqut etdi. Sonra kimin hücumuna məruz qaldı Azərbaycan? Qızıl Ordunun. Qızıl Ordunun. Deməli çox qısa müddət Toxtamış deyildi. Kim idi? Canı bəy. Canı bəy idi. Bəli. Azərbaycan qısa müddətdə Qızıl Ordunun nəzarəti altına keçmişdi. Və Cəlalilər dövlət süqut etmişdi. Çobanlara qarşı hansı üsyan baş verib Azərbaycanda? Təbrizdə, Mosulda, Gəncədə üsyanlar olmuşdu. Bir də Xoyda, Mərəddə. 1318-də. 18-də. Usta bələdlər üsyanı da. Çobanlara qarşı üsyan. Hə, Əmir Çobana qarşı yaxşı. 1318-də var, qəbul edirəm. Xorasan üsyanı. Sonra biri də var. Məlik Əşrəfə qarşı. Məlik Əşrəfə qarşı. 1344-də bəli. Harda olmuşdu? Təbrizdə. Təbrizdə baş vermişdi Çoban səltənəti və Məlik Əşrəf burada üsyan yatırır.
Tamam, yaxşı Fatimə, davam edirik sənlə. Deməli, bəs bir də bayaqlar sən Bağdad adı çəkdin, ha, Bağdad döyüşü. Bu nə məsələ idi? 1394'te olmuştu. Hı -hı. Burada Cəlaldi ilə Qaraqordu müttəfiq idi. Hı -hı. Teymuriyə qarşı. Teymuriyə Teymur burada qalib idi. Buna məğlub olmuşdu. Bəs yaxşı bu. Əmir Teymurun neçənci yürüşü idi bu Azərbaycana? Neçənci yürüşü dövründə, aralığında olmuşdu? 3. Niyə? Əmir Teymurun yürüşlərini say. Say yürüşlərini. Yox. 1392 ikinci yürüşüdür. Aha, ikinci yürüşünə düşür də deməli. İndi yaxşı yürüşlərini də say. Xilas olmadın hələ. 85-88. 85, yoxsa 86 götürək. 86-da birinci yürüş, tamam. Sonra və son yürüşü 1399. 1399, bəli. Hansının dayanacaq qalasını tabi eləyə bildi? 1403. Üçüncü yürüşün son nəticəsi olaraq Qancaq qalasını tabi eləməyə bacarmışdı. Bədii Kasa var, bədii Tiyan var. Neçənci illərə aiddir? 14. 14-cü əsrdir, yaxşı illərdir mənə. Arada 80 il fərq vardı demişdim. 1003 yox. Nurten yadına onun keçmiş xatirələr düşdü. 1999. Tamam. Hansı Teymurun sifarişi ilə olmuşdu? T. Tiyan idi. Hal-hazırda da saxlanılır? Qazaxstanda saxlanılır. Bəli, Yasir Ərəfat türbəsində, hansı ki, həmin o türbənin özü də Əmir Teymurun sifarişi əsasında 1386-cı ildə inşa olunmuşdu. Yaxşı, Nazlı. Təbriz Memarlıq Məktəbi əsas nə zaman qoyulub? 14-cü əsrdə. 14-cü əsrdə, bəli. Bəs yaxşı, Azərbaycan xalçaçılıq sənəti biz demişik ki, lap əvvəllərdən inkişaf eləmişdi. Hətta Çin tarixçiləri belə, Azərbaycan Çin səyyahları nümayəndələri elə 7-ci əsrdən belə Azərbaycan xalçaları haqqında məlumat verir. Daha sonra Xosrovun Baharı xalçası ən məşhur xalçalardan biri idi və s. Bəs hansı dönəmdən etibarən? O dövrdə hələ Avropaya ixrac olma məsələsi yox idi. Bəs hansı dövrdən başlayaraq Azərbaycan xalçaları Avropaya ixrac olunmaya başladı? Uzun əsrin vaxtından o yana. O vaxta qədər olmuyor. Neçənci əsrlər götürərik ki, Azərbaycan xalçaları... 14-cü əsr. Gəlin 14-15 eləyək onu. 14-15-ci əsrlər. O dövrdən etibarən Azərbaycan xalçaları artıq xaricə ixrac olunmaya başlamışdı. Avropaya ixrac olunmaya başlamışdı və Avropa rəssamları belə, hətta öz əsərlərində Azərbaycan xalçalarını da orada xüsusi olaraq vurğulamışdılar. Onu da orada rəsm əsərlərinin içərisində salmışdılar. Tamam. Yaxşı, Nazlı. Qaraqoyunlu tayfa birliyinin əsası, ittifaqı deyə əvvəlcə. İttifaqın əsasını kim qoyub? Xacə Mübarək. O kim idi, Nazlı? Ədəbiyyat. Ədəbiyyatla tarixin. Xacə Mübarək kim idi? Şorabını bırak. Durna teli qolunda. Ədəbiyyat hissələri. Bayram Xoca idi. Bəs yaş Pəhləvan bəy kim idi? Pəhləvan da Ağqoyunlarda. Yaxşı, bəs bu tayfa ittifaqını böyük bir birliyə çevirən kim olmuşdu Qaraqoyunlarda? Qara Yoluk Osmanlı. Qaraqoyunlarda. Adı Qara olmaqla deyil, o deyil. Məhəmməd. Qara Məhəmməd. Qara qura adamlar yığıblar bura. Tamam. Qara Yoluk Osman bəy sağ qoyunlardaydı. Yaxşı. Hələ ki gülürük. Görək. Nə vaxta qədər güləcək? Güləcək mənə. Hə, nə vaxt mübarək olacaq bu? Ədəbiyyatdan çıxıb gəlmişsən, Nazlı. Yox, buyur. Çıxsam görün olar. Tamam.
Yaxşı, deməli, hə Nazlı. Dövləti yaradan isə Qara Yusif olmuşdu. Qaraqoyunlarda sultan titulu var. Var. Sübut elə. Məsələn, Qara Yusuf hakimiyyətə gələn zaman Pirqdağı sultan titulu alır. Aha. Bəs yaxşı, Ağqoyunlarda kim idi ilk dəfə sultan titulu alan? Uzun Həsən. Uzun Həsən olmuşdu. Bəli, ondan sonraki nümayəndələrdə belə sultan titulu olmuşdu. Qara Yusif hökmdar kimi Teymur dövləti ilə hər hansı bir mübarizəsi olubmu? Hökmdar kimi olmayıb. Olmayıbdır. Teymur. Keçən dəfə də vermişdim mən bu sualı. Olub deyən sübut eləsin. 1420-ci ildə yürüşə keçmişdi. Neydi? Olubdu. Qara Yusuf hökmdar kimi Teymurlarla mübarizəsi. Aha, bəli. Hansı ərazilər ələ keçirmişdi hətta? Sultaniyə Qəzvin ərazilərini ələ keçirmişdi. Bəli, deməli onlar arasında mübarizə olub, döyüş olub. Son olaraq deyir 1420-ci ildə hazırlaşırdı döyüş, amma ölümü buna imkan verməmişdi. Bəs hansı ərazini deyir ki, Sultan Şahrux gəldi və müqamətsiz olaraq tabe elədi? Şirvanşahları. Şirvanşahlarla ittifaq quracaq. Bəs hansı ərazi, Azərbaycan hansı torpağına gəlir və müqamətsiz olaraq tabe edir? Qazan xan həmin ərazidə özünü padşah elan eləmişdi. Qarabağ. Qarabağ. Bəli, Qarabağ ərazisi idi. Və burada Şirvanşah hökmdar kimi idi? Dərhal onunla hərbi ittifaqa girir. Birinci Xəyallah idi. Bəs yaxşı, bir də hansı nümayəndə idi ki, o da ittifaqa girdi? Şahruxla. Ağqoyun nümayəndəsi. Bəli, Qarayılıq Osman bəy idi. Qarayılıq Osman bəy Şahruxdan qabaq Əmir Teymurla da münasibətləri olmuşdu və hətta hansı döyüşdən sonra idi ki, öz dövlətin sərhədlərini fürsətdən istifadə edib dövlətin sərhədlərini genişləndirir. 1402 Ankara döyüşü. Ankara fəlakəti idi, bəli, və bundan sonra da fürsətdən istifadə edir və dövlət sərhədlərini olduqca genişləndirmiş oldu. Tamam, Dəniz. Bəs yaxşı, Cahan Şahın son iştirak etdiyi döyüş hansıdır? Elə bu Muş döyüşü. Muş döyüşü. O Həsən. Yox, Cahan Şahın iştirak etdiyi döyüş idi. Neçənci illərdə Muş döyüşü? 67-də. 67, tamam. Bəs yaxşı, nəyin 67-si bunu da deyil? 1467. Bəs Cahan Şahın hansı dövlətlərlə dostluq münasibəti olub? Cahan Şah o şeylərlə İbrahim Şirvanşahlarla dostluq münasibəti etmişdi. Sonra bu Osmanlı ilə Osmanlı'nı da deyə bilərik. Osmanlılarla dostluq münasibəti. Bəs deyə bilərikmi ki, Osmanlılarla məsələn dostluq münasibətini bərpa etdi və ya da dostluq münasibəti qurdu? Çünki ondan qabaqkılar öcür bir münasibət saxlamamışlar. Zaten münasibət davam edirdi, dostluq münasibəti davam edirdi. Hətta bayaq dedik ki, dövlət yaranmamışdan qabaq yaranmışdı bu dostluq münasibəti. Yəni burada da Qaraqoyunlar da yadda saxlayın. Osmanlılar arasında heç bir zaman düşmən münasibəti olmayıb, heç bir zaman da aralarında müharibə olmayıb, mübarizə olmayıbdı. Ona görə də bərpa etdi deyə bilmərik. Elə sadəcə olaraq biz qeyd edəcəyik ki, Osmanlılarla münasibətlər davam edirdi. Bəli, amma Şirvanşahlarla dostluq münasibəti qurdu deyə bilərik. Çünki birinci Xəyallah bayaq Qara Yusifə qarşı dedi ki, Teymuri Şahruxla dostluq münasibəti qurmuşdu, ittifaq qurmuşdu. Amma burada görürük ki, artıq Cahan Şahla ittifaq qurulur. Bu da kimə qarşı idi? Səfəvlərin Ərdəbil hakimliyi ilə qarşı idi həmin bu ittifaqın qurulması. Tamam. Türk və deyilən sultanların hakimi kimi tanınan nümayəndə kim idi? Cahan Şah Mirza. Cahan Şah. Osmanlı 2-ci Mehmet tərəfindən beləcə adlandırılmışdı. Yaxşı, bayaqların Pirbuda Həsənəli qiyamlarından danışdıq. Bir dənə də Uğurlu Məhəmməd qiyamı var. Bu kim idi bəs? Uğurlu Məhəmməd oğlu idi. Bu bir dəqiqə nə idi adamın adı? Kimin oğlu? Uzun Həsən. Uzun Həsənin oğlu idi. Aha. Bəli, neçənci ildə olmuşdu üsyan? Onun qiyamı. Bu 75-ci illərdə. Bir çıx. 74-də. Neçəni 74 yaxşı. 1474. Aha, nəticəsi necə olur bəs? Uğursuz oldu. Yerin nə qəşəng Fatimə? Uğursuz olmuşdu, tamam. Və nəticə itibarilə də hara qaçır? Və gedir 2-ci Mehmedin yanına, sonra bu izdivacdan bunun bir dənə də oğlu olur.
belə bir münasibətlər falan yarandı Osmanlı ilə. Sən özün yırğaladıqca bilsə də o beyindəkilər tökülür hamısı. Təsir göstərdi və hamısı təsir göstərir adam beyninə. Tərpənsən istərsə biz beyin silkələnir. Aha. Məğlub oldu və getdi Osmanlı sarayına. Tamam. Və burada da 2-ci Mehmetlə qohumluq münasibətlər qurur. Hətta mənbələrdə var ki, düzdür bizim dərsimizdə yoxdur. Sivas sərasının idarəçiliyini verir 2-ci Mehmet Uğurlu Məhəmmədə və daha sonra isə onun oğlu sonra gələcək Ağqoyunlarda hökmdar. Necə? O da Osmanlı sultanıdır. Nə bileyim, durur Ağqoyunlardan bir nəfər qaçır gəlir üstünə, qızını verir, torpaq verir. Niyə edir yəni başa düşməm onu. Dostum münasibətlər var idi də onlar arasında. Düzdür, yox idi daha doğrusu, amma ən azından Uzun Həsənlə düşmənçilik münasibəti var idi deyə onu qəbul edir. Ki, yəni Uzun Həsən mənlə düşmənçiliyi saxlasa da bir növ qisas məqsədi ilə eləyir də bunu. Qisas məqsədi ilə. Oğlu ondan dostluq münasibəti qurur. Yəni bu baxımdan idi. Tamam. 1474. Ondan bir il qabaq hansı döyüşlər olub? 73-cü ildə Malatyada Qutluqluya döyüşlər olmuşdu. Malatya döyüşündə Osmanlılar məğlub olmuşdu. Amma ki Ağqoyunlular onların bir növ ordunun yenidən toparlamalarına imkan falan vermişdi. Yenidən hücuma keçirmişdi. Ona görə Ototbeyli döyüşündə məğlub olmuşdular bu Ağqoyunlular. Amma Mehmetin də itkiləri ağır olduğuna görə hər iki tərəfi orada qalib və məğlub hesab etmək olmaz. Aha, bəli, yəni əsaslı bir qalibiyyət deyə bilmərik heç biri üçün. Bəs yaxşı, bundan sonra biz deyə bilərikmi ki, 2-ci Mehmet arzularını reallaşdırdı, yəni Azərbaycan torpaqları, Ağqoyunlu torpaqlarını öz nəzarəti altına ala bildi? Ala bilmədi. Olmadı, baş tutmadı, planları ümumiyyətlə baş tutmadı və nəticə etibarilə sonradan bütün fikirlərini hara yönəldir? Mehmet, Aha. Ağqoyunlu. Ağqoyunlardan çıxdı. Hara yönəldir bütün fikirlərini daha sonra? Hansı istiqamətə? Bu Trabzon krallığına tərəf. O getdi də, Trabzonda ondan qabaqda qaldı. Venesiya, Avropa. Bəli, Venesiya və digər Avropa ölkələrinə. Çünki Venesiya, niyə Venesiya? Nə etmişdi ki Venesiya? Venesiya satqınlıq eləmişdi çünki. Satqınlıq deyəndə ümumiyyətlə satqın bir dövlət olduğunu bilirdi o zaten. Çünki əvvəlcə Osmanlılara qarşı Ağqoyunlar ittifaq yaradır. Sonra qorxuya düşür, başa düşür ki, Uzun Həsən burada heç bir uğur qazana bilməyəcək. Elə qoy mən Osmanlı ilə münasibətlərimi qurum. Və 2-ci Mehmet də Venesiyanı öz nəzarəti altında saxlamaq üçün onunla o ittifaqı qəbul edir. Müqavilən sazişi qəbul etmiş olur. Sadəcə olaraq müharibə bitdikdən sonra bütün fikirlərin yönəldəcək Venesiya və digər Avropa ölkələrinə. Demək, buradan hansı qənaətə gəlirik? 2-ci Mehmedin Avropa ölkələrindən hər hansı bir mübarizəsi olub. Bu ümumi tarixdə yazılmır, bu Azərbaycan tarixində yazılır və bu hissədə qeyd olunur, nəzərinizdə saxlayın. Tamam. Yaxşı, bəs Dəniz, Araz çayı sahilində bir döyüşdə var. Ümumiyyətlə say, Araz çayı sahilində döyüşlər say. Eradan əvvəl 530-cu ildə var idi bu Tamlıqla 2-ci Kir arasında olan döyüş. Bu Xəzər xalqanı ilə olan döyüşlər var idi. Cavanşir, orada Araz döyüş var idi. Neçənci il yaxşı ilinidir? Erimizin 623-cü ildir. 644 idi. 4 idi. 42. 6 var. 63. 63, 64-65-ci illərdə Araz çayı sahilində sonra? Sonra başqa nə arazıydı? Elə bu mövzu Bayaq dedik, Teymurlərlə olan Araz çayı sahilində döyüş neçənci il idi? Ağqoyunlar, Teymurlərlə. Yox, Qaraqoyunlar. 1406 Araz çayı sahilində döyüş, Naxçıvan yaxınlığında. Bir döyüş isə Ağqoyunlarda. Hə, bu Muğan Mil döyüşü var idi. Yox. Gödə Əhməd. Gödə Əhmədin hakimiyyətə gəldiyi döyüş. Hakimiyyətə gəldiyi 1496-da. 96-da bəli, Araz çayı sahilində olmuşdu döyüş. Nəticə etibarilə hakimiyyətə gəlir. Bəs kim üzərinə qalibiyyət əldə eləmişdi? Bu Mirzə Rüstəmin üzərində qalibiyyət eləmişdi. Rüstəm də özü döyüşlə gəlmişdi. Sonra yenə döyüşlə getdi.